Hamıya salam, mən Amin Əsgərov. Bugün burada olmaq xoşdur. Sadəcə ikinci müsahibəmdir. Düşünürəm ki, hələ də özümü təqdim etməyə ehtiyac var. Mən Amin Əsgərov, ya da Amin The Colors. Azərbaycanda yaşayan və Azərbaycanda fəaliyyət göstərən sənətçiyəm. Və beləcə də məncə düşünürəm ki, start verməyə keçid eləyə bilərik, yəni start eləyə bilərik. Mən həmişə malı məli şəkilçilərindən xoşum gəlməyib. Yəni, belə olmalıdır, belə olacaq və s. Yəni, bunları heç sevməmişəm. Yəni, mən düşünürəm ki, hərə necədirsə, hər sənətçi necədirsə, elə də olmalıdır. İstər sənətdə, istər obraz olaraq da. Əsas məncə obrazın olmağıdır. Çünki yəni, sən obraz yaratmalısan, sən göstərməlisən ki, səndəki obraz necədir də. Hamı səni o cür tanımalıdır. Mən düşünürəm ki, belə olmalıdır, amma hər hansısa bir platformada sənətçi imici necə olmalıdır, bu biraz diqqətlə yanaşılası bir şeydir. Bax, adicə polislərin, həkimlərin paltarları fərqlidir. Həmin fermada işləyən insanların, işçilərin paltarları fərqlidirsə, sən də mediada, platformada ümumiyyətlə sənin imicin tamamilə hamıdan fərqlənməlidir. Yəni, mən belə düşünürəm ümumiyyətlə. Öz tərzində özünün sevdiyi, ya sən düşünürsənsə ki, küçədə keçən pişiklər sənin üçün xoşdur və o səndə hər hansısa bir impuls yaradır və yaxud nəsə də o çox xoşuna gəlib, onun haqqında yarat. Bu günə qədər mənim əsərlərim, mənim yaratdığım şeylərin hamısı mənim xoşuma gəlib. Müəyyən qədər ilham almışam. Həyatda yaşadığım şeylər məni belə bir insana çevirib, hər şeyə absurd yanaşmaq olsun, bəzən hər şeyə ciddi yanaşmaq olsun. Hərə də yəni nə cür görürsə dünyanı mütləq o cür. Çalışsın ki, kopyadan, nə bilim, başqa şeylərdən uzaq, ancaq özünə fokuslansın, öz hisslərinə. Çünki sənət ancaq duyğudan yaranan bir şeydir də. Biz hər hansısa bir sənət nümunəsinə baxıb beynimizi yox, yəni bizə verilən hissi başa düşürük də. Yəni onun içinə giririk, daxil oluruq. Yəni, biraz hiss önəmlidir də, yəni sənət belə bir şeydir. Məncə, təbii ki, şəxsi fikrimdir. Mən təhsil almışam, amma bu o demək deyil ki, təhsilə ehtiyac var. Mən ümumiyyətlə bütövlüklə, yəni incəsənətdə təhsilin olmamasının tərəfdarıyam. Məncə, ümumiyyətlə təhsil olmamalıdır. Səbəb də budur ki, bu, yenə deyirəm, duyğudur. Yəni, bunu heç kimə çıxıb deyə bilməz ki, sən kameranı belə tut, çünki səndən əvvəlkilər kameranı belə tutub, ona görə qəşəngdir. Sənəti inkişaf elətdirən şey eksperimentallıqdır, yeniliklərdir, yeni fikirlərdir. Yəni, sən özünlə nəsə fikir gətirirsənsə, bu yaxşıdır. Amma yox, sən özündən əvvəlki nəsli kopyalayırsansa, səndən əvvəl nar çəkiblərsə və sən də hələ də nar çəkirsənsə və yaxud hər hansısa bir peyzaj, Bakının hər hansısa bir mənzərəsi, sən də eynisini çəkirsənsə, burada artıq səhv də səslənsə yaradıcılıq yoxdur. Amma sən o mənzərəyə baxıb həqiqətən öz gördüyünü çəkirsənsə, burada artıq bir yaradıcılıq nümunəsi var. Çünki onlar olmadığı müddətcə, sənin öz baxışın olmadığı müddətcə heç vaxt ciddiyə alınmayacaqsan və yaxud özün özünə səmimi gəlirsən, əsas odur. Səmimi gəlir sənə yaratdığın şey. Gəl, açaq baxaq, səndən əvvəl peyzaj çəkənlərə baxaq, indi sənin çəkdiyin peyzaja baxaq. Arada heç bir fərq yoxdursa, səmimi gəlir, ən azından mənə səmimi gəlmir. Qalsa təhsilə, mənim özüm təhsil almışam, müəllimim də bilir necə tələb olmuşam. Amma yəni, sadəcə təhsilin mənə qatdığı şey ondan ibarət idi ki, mən qaydaları daha yaxşı poza bilirdim də. O qaydaları tam öyrənib, onu çox yaxşı poza bilirdim. Bu da ki, yəni, sənət ancaq qaydaları əvvəlki nəsli yıxmaqla, hətta bəzən tapdalamaqla inkişafdır da, yəni, bu çox yaxşı bir şeydir. Belə. Elza Seyidcahan mənim üçün son 20 il deyərdim hətta. Yəni, Azərbaycanda hələ ki, elə musiqiçi tanımıram ki, həm imic olaraq, həm geyimi, həm şeirləri, bilmirəm, insanlarda gülməli nə var, doğrudan mənə qəribə gəlmir, mən sevirəm. Hətta mən onun ilk tanıyanda o imicini, necəsə səhnədə
TV-də çıxışda geyindiyi şeylər olsun, ümumi imici də, yəni bu insan, Elza xanım mənə çox maraqlı gəlmişdi. Ondan sonra mən düşündüm ki, ona necə kollaborasiya təşkil edə bilərəm, necə biz bir yerə gələ bilərik. Düşündüm ki, bunu ancaq musiqi ilə bacara bilərəm. Onun əvvəl musiqi işləri olub, Əlvida, səhv eləmirəmsə, sonra başqa işləri də, yayımlanmayan işlərindən də xəbərdaram. Ancaq istəyirdim ki, hələ də var, hələ hazırlayıram. Biri bəs eləmir, ikisi bəs eləmir, üçü bəs eləmir. Ancaq hazırlayıram da. Təhcə Elza xanım da deyil yeri gəlmişkən. Səhv eləmirəmsə, Sevda Ələkbərzadə, yəni Sevda xanıma da hazırladığım işlər var. Başqa, yəni çox-çox sənətçi var ki, onlarla istəyirəm ki, bir yerə gələk, onlarla nəsə eləyə bilək də. Belə, yəni, Vaqif Mustafayev də həmçinin, milyon %. Böyük sənətçi, böyük insan. Çox istəyirəm ondan bir yerdə işləyim. Birincisi, gəl bundan başlayaq. Mən singleların üzlüklərini, üz qabığını işləmişəm. Çoxsu var hesabımda. Eləsi var, işləmişəm, göndərmişəm, istəmişəm ki, adım çəkilməsin. Çünki sevməmişəm deyə. Amma eləsi də var, doğrudan istəmişəm ki, adım çəkilsin. İmza belə qoyuram arada ki, görünsün ki, Aminin işidir. Amma belə bu proses necə olur? Bu günə kimi ancaq bir dənə albom üz qabığı işləmişəm, Computed Emotion albomu. Ona işləmişəm. O proses ancaq sən onu dinləyirsən, səndə müəyyən bir hiss yaranır, sən o atmosferə daxil ola bilirsənsə, o iş ümumilikdə yaxşı çıxır. Amma yox, sən o atmosferə daxil ola bilmirsənsə, mənə çox təklif gəlib. Yəni ki, bu albom mənimdir, siz işləyin, bunun coverını falan. Amma həmişə özlərinə də demişəm ki, mən o yaratdığı dünyaya daxil ola bilmirəm də, o hiss yaranmır məndə. Ona görə də uğursuz alınır. Mən düşünürəm ki, ancaq və ancaq kollaborasiya bir-birini başa düşməklə, heç bir kommersiv dəyər güdməməkdən, ancaq sənəti fikirləşdiyin anda iş, yəni ortaya qoyulan iş ancaq o halda yaxşı ola bilər. Başqa halda düşünmək istəmirəm ki, necə olur, yəni yaxşı. Ancaq kommersiv dəyər güdürsənsə bir işdən, o biraz yaxşı deyil də. Yəni sən ancaq kommersiv dəyər güdürsənsə pis bir şeydir bu. Mən belə fikirləşirəm. Bunu mən də düşünmüşəm, açıqını yalan deyim. Amma hələ ki, indi bu video nə vaxt yayımlanar bilmirəm. Hələ ki, Computed Emotion albomunun üz qabığını çox bəyənirəm. Çünki o proses, o dövr, onu hazırlayan ki, vaxtlarım, həyatımın ümumiyyətlə o prosesi çox gülməli anlardı. Gülməlidən də əlavə çox yaxşı günlərim keçib, həm də pis. Ona görə də ən çox bəyəndiyim odur. Amma belə əlavə olaraq, səhv eləmirəmsə, başqa bir dənə iş var idi, o hələ çıxmayıb. Çıxmayıb deyə adını çəkməyə ehtiyac yoxdur. Çıxsa, onu da biləcəksiniz, onu da bəyənirəm. Çox şeylə çalışdığım qədər çalışıram ki, ən çox belə ancaq inkişaf, araşdırma. Son 3 ayda ancaq nağıl oxuyuram. Son 1 aydır ki, təzə əsərimi bitirməyə çalışıram. Son 1 həftədir ki, müsahibəyə hazırlaşıram. Müsahibə üçün bunları fikirləşirdim, tapdım. Ancaq araşdırma, müəyyən dövrlərdə incəsənətdə nələr baş verib, yəni qarşıdakı son ildə Azərbaycanda incəsənət hara gedə bilər, dəyişmək üçün nələr eləmək olar, mədəniyyəti inkişaf elətdirmək üçün nələr eləmək olar, bunun cavabını da artıq tapmışam ki, özündən başlamalısan. Mədəniyyətin inkişafı üçün ancaq sən özün üçün nəsə eləməlisən. Bu qədər ancaq araşdırmaq, nağıl oxumaq, hekayə oxumaq, şeir oxumaq, kinoya baxmaq ən çox. Kinoya baxmaq böyüklə təbii ki. Böyük ölçüdə mən düşünürəm ki, mənə ən çox təsir edən sənət növü kinodur. Ancaq kinoda gördüyüm rəng həmən dəqiqə yadımda qalır. Əsərlərdə də təbii ki, 100%. Yəni belə, ancaq araşdırma da, yəni evə girirəm, evə girən kimi bir dənə kino tapıb baxıram. Kino tapıb bitirəndən sonra soundtracklərinə qulaq asıram. 3 kino soundtracklər gedir. Ondan sonra təzədən bir dənə albom tapıram. 60'lar, 70'lər.
Ancaq belə. Başqa yadıma gəlmir ki, nə edirəm də mən. Dardan. Bax, o da maraqlı söhbətdir. Amma yəni mən düşünürəm ki, Azərbaycan çox fərdi bir ölkədir. Yəni başlamalısan özündən inkişaf eləməyə, elətdirməyə. Azərbaycanda rəssamlar qrupu olub. Çox qısa müddətdə də dağılıb. Bu onun nümunəsidir ki, əslində biraz yaradıcı insanlar kollektiv işləməyə çox da futbol deyil də 11 nəfər və s. hər hansısa bir taktiki gediş hesablasın və ya taktiki gediş olmasa belə yola getsin. Nümunə kimi sadəcə ironiya edirəm. Azərbaycanda futbol məsələn 11 nəfər necəsə bir-birini başa düşmür, amma fərdi idman növləri olsun, güləş, judo, boks, maraqlıdır. Necəsə inkişaf var. Azərbaycan biraz məncə fərdi, yəni ancaq fərdi də. Belə hər hansısa bir yer açılsa, 11 nəfər tutaq sənətçilər getdi ora. Təbii ki, yaxşıdır, sənətçilər bir-birini tanıyır, yeni fikirlər, yeni ideyalar, yeni məlumatlar, yeni dostluqlar, hətta bəzən yeni networkinglər, bunlar təbii ki, yaxşıdır. Amma sırf mədəniyyəti inkişaf etdirmək üçün bir dənə obyekt açmaq biraz qəribə gəlmir sənə. Mən məsələn Azərbaycanda görürəm də tələbə filmləri çıxır. Yaxşıdır. Tələbələr üçün sərgilər keçirilir. Olsun, heç bir halda mən bunun qarşısına dayana bilmərəm. Mən də o insan deyirəm. Mən özüm də, yəni belə olmasın, mən də hər hansı bir periodlardan keçib gəlmişəm də, əgər buna gəlmək də demək olarsa. Amma yəni nəsə yeni fikir də uşaqlar, təzə fikirləriniz, özünüzə aid fikirləriniz, alternativ fikir, alternativ ideya, bunları açın da, prosta bunları açın, elə başlayın. Mən həmişə sənətə də başlayanda ilk işim özümdən əvvəlkiləri araşdırmaq idi. Yəni bir də məqsədim o idi ki, səndən əvvəl insanlar nə edib? Baxırdım, məndən əvvəl olan insanların, məndən əvvəlki sənətçilərin nə etdiyinə baxırdım. Açığı deyim, çoxunu bəyənmirdim. Yəni, bəyəndiklərim var, təbii ki, adların çəkməyə ehtiyac olarsa. Teymur Daimini bəyənirəm, çox bəyənirəm. Sırf rəsm əsərlərini yox, eksperimental yanaş, sırf eksperimental yanaşdığı üçün. Maraqlı texnikalar sınıyıb. Yəni, belə. Prosta ranklamaq sevmirəm. Bunu biraz çox sevirəm, bunu biraz az sevirəm, bunu biraz çox sevirəm falan. Belə şey sevmirəm. Ay, milçək. Amma ən çox, yəni mənə toxunan əsərim Xalq Təbabəti kolleksiyasından, elə Xalq Təbabəti əsəridir. Mən o əsəri hazırlayanda şokdaydım. Yəni, sadəcə mən düşünürdüm ki, belə olmayacaq. Heç, yəni, gözləmirdim də belə olacaq. Amma baxanda, yəni görəndə, bir dənə moment oldu və qoy bunu ilk dəfə burada danışım. Əsərin son toxunuşları qalıb da, bitirməliyəm. Getdim, su içdim. Milçək çox bezirdi. Nəsə getdim, su içdim. Su içənə qədər ki, prosesdə əsər yadımdan çıxıb. Sadəcə su içmək istəyirəm, o dərəcə yorulmuşdum. Su içib qaydanda əsərə baxdım belə də, yaratdığıma da. Həqiqi sözün əsl mənasında ilk dəfədir bir əsərimi bu qədər tərifləyirəm məncə. Sadəcə belə baxdım, yəni özümə belə şey oldum da, əllərimə baxıram, özümə baxıram ki, yəni neynəmsən sən? Çox belə ali hiss elətdirmişdi də, sənət ona görə güclüdür ki. Sənəti ona görə yıxmaq mümkün deyil. Yəni, sən nəyinə yıxa bilərsən sənəti oradan. Ona görə çox ən sevdiyim xalq hələ ki, təbii ki, çalışacağım ondan da daha yaxşılar çıxsın. Ümid edirəm çıxar. Amma belə ən çox sevdiyim xalq təbabətidir. 100%. Hələ ki, amma hələ ki. Belə. Əslində, bax, çoxdur. Bax, ən qorxulu sualdır da bu, mənim üçün. Çox qəribə gəlir. Kate Haring'in 100% hər hansısa bir əsəri, amma belə bu yaxınlarda Kate Haring'lə bağlı kitab oxuyanda bir dənə əsər qarşıma çıxdı. Toxuna bilirdim də, ən az kağızdan toxuna bilirdim.
dəhşətə gəldim də. Səhv eləmirəmsə Untitled-dır. 1985-də iyulun 7-sində hazırlanmış əsərdir. Yəni baxdım dedim oyda. Çünki çox şey ifadə edir də. Yəni baxırsan və əmin olursan ki, hə də sən şedevrsən. Amma cateringdən başqa nə cavab verməli olsam 100% Francis Bacon'ın əsərləri, səhv portretləri çox maraqlıdır. Ümumiyyətlə fikir verirsən ki, o dövrə qədər çox az belə bir şey baş verib. O gəldi, nəsə elədi də, başa düşdü. Belə 100%. Yəni nəticədə cateringin Untitled əsəri var, oyam mən. O olaraq həyatıma davam edirəm, o əsər olaraq. Çox qəşəng əsərdir. Belə. Sənət hamı üçündürmü? Bax, illərdir bu söhbət gedir, Məhəmməd. Yəni, hələ də aktualdır, hələ də eşidirəm. Mən biri çıxır, müsahibədə danışır. Hamı üçündür, bilsən necədir? Bu seçim olmalıdır. Ümumiyyətlə, seçim eləməlisən. Əgər hamı üçün sənət eləmək istəyirsənsə, buyur. Amma əgər sırf yəni, gəl sualı belə verim. Sən mənə sual verirsən, mən də sənə belə sual verim. İlk musiqisini hazırlayanda səncə pul qazanmaq istəyir? Yox, yəni səmimi olsaq yox. Çünki o özü üçün eləyir. Ümumiyyətlə sənətin əsas, burada ümumiyyətlə səslənən videoya baxan insanlar, burada səslənən fikirlər mənim şəxsi fikrimdir. Qatılmaya bilərsiniz və həqiqətən qatılmamağınız yaxşıdır ki, yeni fikirlər yaransın. Mən də bəlkə səhvim ola bilər də insanlıq. Yeni fikirlər yaransın, bu ayrı məsələ. Amma mən həmişə yaradanda, nəyəsə, hər hansısa bir əsər yaradanda heç maraqlı gəlməyib ki, kimsə, məsələn də, tutaq ki, Rafiq bunu bəyənəcək, tutaq ki, Vaqif bunu bəyənəcək. Təbii ki, belə şeylər heç vaxt fikirləşməmişəm. Çünki əsas məqsəd bitirənə qədər mən bəyənim, düşsə. Yəni, bitdi, ondan sonra rahatam da. Kim bəyənər, bəyənməz. Yəni, paylaşmışdım bu yaxınlarda da. Mail atırlar, göndərirlər ki, əsərlərimiz çox qəşəngdir. Hə, çox sağ olun. Mənə, bəli, motivasiya verir, hər hansısa bir şəkildə özüm də xoşuma gəlir yazılanlar. Amma belə ən çox oxumaq istədiyim pis kommentlərdir. Yəni, doğrudan gülməli gələ bilər. Mən ən çox pis kommentlər oxuyuram. Mənə pis komment gəlmir, yəni doğrudan bunu yekəxanalıq kimi demirəm. Amma istədiyim şey pis komment almaqdır. Pis kommentdə nə? Məsələn, bir dəfə Mir Teymur bəyin evində idi. Sənətçi kollektivi ilə getmişdik ora. Mir Teymur bəyə öz əsərimi göstərmişdim. Səhv eləmirəmsə Alatoranlıq əsərimi göstərmişdim. Mir Teymur bəy belə baxdı, dedi ki, çox qarışıqdır, çox rənglidir. Mənə biraz uzaq gəldi. Bəlkə də Mir Teymur bəy fikirləşə bilər ki, o mənim əsərimə hər hansısa bir mənada mənfi rəy verdi. Amma mən orada sevindim. Sevindim ona ki, mənim əsas məqsədim belə hiss yaratmaq idi. Yəni, dağıdıcı fikirlər, violence, dəhşətizm, yəni bu hissləri özündə ihtiva edən əsərlər yaratmaq həmişə istəmişəm. Buna görə də belə, yəni, amma yox, sən əgər hamı üçün sənət edirsənsə, orada biraz qəribədir də, yəni, şey olursan da elə bil. O, portret çəkən rəssamlar var, məsələn, 30 manata, 40 manata, biraz ona oxşayırsan da sən. Çalışasan ki, biraz özünün sevdiyin şeyləri, sənətçi sonda öləcək, hamı, biraz bunu qətiyyən şey kimi demirəm, hikmətli söz falan. Hamı sonda ölür. Bu reallıqdır da, görürük, hamı ölür falan. Məsələn, David Lynch ölüb də. David Lynch'dən sonra qalanlar nədir? Şedevr sadəcə, yəni yaratdıqları. Unudulmağına mən heç inanmıram. Kino üçün çox vacib insan idi, təbii ki. Yəni, dəhşət adamdır. Yəni, bugün başqası ölsə, yenə yenisini deyəcəm. Sən çalışmalısan ki, yaratdığın şey qalmalıdır. Yəni, Mirzə Cəlilin dediyi kimi, yəni, öləndə gərək ölməyəsən. Eləndə
sən necədir? Bu çox qarışıq söhbətlərdir. Mənim özüm də yəni bir dənə söz deyirəm, ağlıma başqa şey gəlir. Ya da elə şey yarat ki, ancaq səni sevənlər ona baxsın. Alternativ təqdim edirəm. Yəni mənim ən ali məqsədim özümün istədiyini yaratmaqdır. Bu həmişə də belə oldu. Bundan sonra da belə olacaq. Hətta söz verirəm ki, bundan sonra da belə olacaq. Ancaq öz istədiyim, özümə xoş gələn, özümün bəyəndiyim nə hadisə varsa, yaşadığım nə varsa o olacaq. Ya da kaş balaca qanadlarım olsa əsərim mənim. Mən o yeniyetməlik dövründə yaşadığım, gördüyüm, o atmosferdə olduğum üçün o əsər var. Xalq təbabəti kolleksiyası, uşaqlıqdan bunları yaşadığıma görə var. Mən o həkim paltarına onu çəkəndə, onu geyinəndə özüm də çox, belə deyim də, duyğusallaşmışdım. Yəni sözün əsl mənasında hər hansısa bir hiss məndə var idi. Ona görə yaşadığın şeyi çəkmək səmimiyyət istəyir. Özündən də səmimi deyilsənsə, orada biraz yalan çıxır ortaya və yalan dərhal incəsənətdə hiss olunan bir şeydir. Sən yalancısansa, bu hiss olunur. Amma yalan demirsənsə, orada heç nə yoxdur. Yalancısansa, onu demək istəyirəm ki, yalancısansa çox hiss olunur bu. Sənət, səmimiyyət, hiss və bunların qarışığında sən nə yaradacaqsan bunlardan ibarətdir. Başqa bir şey yəni mənim yadıma gəlmir. Düşünmək belə istəmirəm düzgün. Belə. That's all. Sen minki yerde otursan. Meyxanaya münasibətim yaxşıdır. Meyxana möhtəşəm sənətdir. Müəyyən periodlarda çox meyxanaya qulaq asırdım. Antiqə kolleksiyası üçün intro axtaranda meyxanalara baxdığım dövr idi. Bir dənə qafiyə açılmışdı, səhv eləmirəmsə, De Gəlsin verişində qafiyə açılmışdı. Orada onu istifadə eləmişdim. Rəşadla Aydın dəyişməsində qarşılıqlı. TV-də idi özü də yadımdadır. Meyxanaya münasibətim müsbətdir. Meyxana böyük sənətdir. Çünki yəni bir sənət fikirləş ki, undergrounddan birbaşa qasır TV-yə, hansı ki undergroundunu qəşəng yaşayır, çox dolu yaşayır da undergroundunu. Ondan sonra TV-yə çıxır. Mənim meyxana ilə bağlı münasibətim həmişə yaxşıdır. Sən təsəvvür elə ki, orada heç nə... Bir dənə kamera var, kamera çəkir, orada səs də təbiidir, yaşanılan hadisə də təbiidir, oradan çıxan tüstü, 20 nəfər hamısı kişi, heç bir dənə belə qadın yoxdur orada. Yəni, çox qəribə bir atmosfer, özü də onun palatkada olmağı dəhşətli hadisədir də mənim üçün ki, palatka toyları daha yaxşıdır mənə elə gəlir. Palatkada belə toydan sonra olmağı dəhşətdir ümumiyyətlə. Ki, dəyişmə, battle şeyini, səhv eləmirəmsə, bizdən əvvəl buna oxşar bir şey olub, tərif olub. Xorvatiyada, səhv eləmirəmsə, buna oxşar bir şey olub da, amma bizdə daha maraqlı alınır da. Yəni belə, meyxana ilə bağlı mütləq Azərbaycanda mən bunun nümunəsini görməmişəm. Bir film, bir məqalə. Yatosiba var musiqiçi Azərbaycanda. O hardasa öz musiqisi ilə sintez eləyir, öz səsini instrument kimi, üzr istəyirəm, göstərir. Xaricdə, Finlandiyada səhv eləmirəmsə, buna yəni Yatosibanın səsinə instrument kimi yanaşanlar var və bunu instrument kimi qəbul edirlər. Amma Azərbaycanda sadəcə səsə fikir verirlər də, arxada olan hadisələri, musiqini nəzərə almırlar. Yəni, səhv eləmirəmsə, onun tezisi var. Yəni, məndən yaxşı, mütləq ki, məndən yaxşı danışacaq. Yatosibanın Var Yox YouTube kanalında müsahibəsi var. Möhtəşəm müsahibədir. Yəni,
Hətta mən o müsahibəyə 2 dəfə baxdığımı xatırlayıram ki, meyxananı daha dərindən analiz edeyim, daha yaxşı anlayayım. Yəni, meyxana çox böyük sənətdir. İndi bu dəqiqə sadəcə pop kulturaya çevrilib. Maşında, hər yerdə eşidə bilirik. Fərqli, iyrənc remixlərlə qulaq asa bilirik. O artıq meyxananı biraz ucuzlaşdırsa da, amma meyxananı sənət olaraq qəbul edən, mən məsələn ağlımda əgər lazımsa demək ideya var. Meyxana ilə cazı necəsə qarışdırmaq. Bundan əvvəl belə bir nümunə olub Azərbaycanda, amma caz elementləri olmayıb da. Hansısa mənada millidə yox, amma biraz sözləri kəsib biçmək artıq musiqiçinin tutacağı bir şeydir də. Yəni musiqiçilərin anlayacağı bir şeydir. Hər hansı bir sözü kəs, oradan o gəlsin, bu gəlsin. Musiqi özü biraz qəliz bir prosesdir, yaratmaq prosesi. Yəni belə meyxana böyük sənətdir və nöqtə. Bu qədər. Meyxana haqqında sənət filmi çəkmək üçün birinci gözləmək lazımdır ki, Rəşad Dağlı azadlığa çıxsın. Hal-hazırda yaşayan ən böyük əfsanələrdən, meyxanaçılardan odur. Onun timsalında yəni yeni nəsil sayıla bilsə, əgər yeni nəsil sayılırsa, Pünhan Əzim baş rollarda belə götürsək, yəni onlar çəkilə bilər. Rəşad Dağlı, Pünhan Əzim, səhv eləmirəmsə, Rəşad Dağlının tələbəsi də var, biri adını unutdum. O da çəkilə bilər. Yəni başa düşmək, Mahir Cürət yaşayır da, səhv eləmirəmsə. Super. Onunla müsahibə almaq olar. Ümumiyyətlə Mahir Cürət iddialı səslənirsə də səslənsin. Aydından sonra, Aydın Xırdalanından sonra ən savadlı meyxanaçıdır. Söhbət öz sənətindən gedir. İstənilən halda hər hansısa bir sənətlə məşğulsansa, o sənətin dərinliyini, bütünlüyünü, yəni araşdırmalısan, bilməlisən ki, bu sənət nədir, necədir, nə cürdür, araşdırmalısan, fərqli dövrlərdə nələr baş verib, sən hansı dövrdəsən, sən hansı fikirdəsən, sən nələr yaradırsan, bu və çoxsunu elə gələ bilər ki, qələm tutmaq asandır, amma qələm tutmaqdan başlamır da. Birinci buradan da hər şey gedir, analiz olunur. Yəni bir yemək kimi fikirləş də, xəmiri ayrıdır, ingredientlərini hazırlamaq ayrıdır, onun pişməyini neçə saat gözləyəcəksən, duxovkada nə qədər qalmalıdır. Bunlar yəni uzun prosesdir deyə. Yaratmaq prosesi maraqlıdır. Hətta mənə gülməli gəlsə də terapiyadır yaratmaq. Mən məsələn işə gedəndə, bir müddət işə gedəndə yemək aparırdım, amma yeməyi qoyanda sumkamda dəftərimi, qələmimi qoymağa yer olmadı, sketchbookumu qoymağa yer olmadı. Mən işə az gedirdim, az qayıdırdım, amma sketchbook yanımda olanda, qələm yanımda olanda, heç yanımda dəftər də olmasın, nəyisə harasa çəkim, o kifayət edir. Tam hiss edirəm. Məsələn, mənim rejissor dostum var, onun yanında kamera olmayanda narahat hiss edir. Məsələn, narahatdır da adam, yəni ondan özünü tam hiss edir. Elə bir çıxımsan, hava soyuqdur, jaket götürməmişsən, belə fikirlər. Ona görə, yəni, romantikləşdirmək, belə dramatikləşdirmək də istəmirəm. Yəni, onsuz sənətçilər başa düşür də, nə ilə məşğuldur, necədir. Amma mən belə insanım, mənə nə hiss elətdirir odur. Bu qədər. Meyxana haqqında sənət filmi də çəkilməlidir. Qayıdıram ən başa ki, 100% çəkilməlidir. Çünki əksikdir də, yəni Azərbaycanda niyə bununla bağlı film yoxdur? Hansı ki, xaricdə hamı bu cür qafiyələnmə sxeminə baxır. Belə bir qafiyələnmə sxemi yoxdur. Əminliklə deyirəm. Amerikadan hər hansısa bir insanı gətir. Aç Rafiq Babayevin əsərini, qulaq assın, belə qalacaq ki, nə baş verir burada? Və yaxud meyxana ilə bağlayaq, yaxşı, indi Rafiq Babayevi dedim. Meyxana ilə bağlayaq, hər hansısa bir
başqa ölkədən birini gətirib bura, meyxana aç, şokda olacaq. Mən bunu əminliklə deyirəm. Çünki belə bir qafiyələnmə sxemi yoxdur planetdə. Necə ki, MF-Doom tarixə keçib, qafiyələnmə sxemi ilə. Adamın öz xüsusi qafiyələnməsi var da. 2AMC like El Chupa Libre falan gətirir də ardını. Necəsə möhtəşəmdir də. Musiqiçini göstərir ki, onun ayrı cür fişqası var. MF-Doom-dan yarım saat danışaram. Yarım saatdan çox səhərə qədər danışaram. Çünki MF-Doom təkcə musiqisi olaraq yox, albom üz qabıqlarında olsun, öz maskası olsun, öz tərzini tez sübut edə bilən insandır da. Zamanla onu Mad Villain albomuna qulaq assaz, başa düşərsiniz ki, o insan nədir ümumiyyətlə, Madlib-lə işləri, Madlib ümumiyyətlə. Yəni, danışılası çox şey var. Görürsən, mən də qaçıram oradan. Ha, necəsə uyğunlaşdırmaq, o yenə deyirəm, o baxır nəyi nə ilə uyğunlaşdırırsan da. Elə bir qafiyə açıla bilər ki, orada hər şey dayanar, bu da dayanar, amma orada hər hansısa bir musiqi getsə, görərsən ki, oturur ona. Detallı danışmıram, yoxlamışam ki, cazla meyxana həqiqətən uyur. Hər hansısa bir qafiyəni açıram, buradan da bir dənə caz prosta da, yəni backgroundda blues açıram da, arxada oxunan musiqi. Coffee shoplarda oxunan musiqi deyək də, belə pis çıxmasın. Görürəm ki, uyur. Necəsə uyğunlaşdırmaq olar. Əsas odur ki, uyğunlaşmaq, bütövləşməkdir. Açırsan, görürsən ki, bu bundan uyur. Ona görə də nəsə birləşdirmək olur. Məsələn, rockla meyxana, hə, mən də eyni fikirdəyim. Amma yenə də dirəksən nəsə eləmək olur. Yox, əsas odur ki, beynini yorasan. 20 yaşımda yorduğum qədər yormuşam. Yəni, beynimi bu il daha çox yormuşam ki, nə eləyə bilərəm. Məsləhət olaraq onu deyə bilərəm ki, istədiyiniz yerdə inkişaf elətdirmək özünüzü təbii ki. İnkişafa gedən yol sadəcə yorulmaqdan keçir. İncəsənət biraz tər istəyən bir şeydir. Yorulmaq, sabalamaq, nə bilim, həyat sənə badalaq vurur, yıxılırsan, deyirsən ki, zor, qalxacam. Yəni, həyat həm də incəsənət biraz belə bir şeydir. Bu qədər. Oyda, telefonu çox pis yerə qoymuş. Mən də varam. Rejissor da var. Kamera.